elə günlərimizi yaşayırıq ki, artıq qapılarımızı sevinc və xoşbəxtlik döyür. Növbə sizindir. Evinizə qayıdır, arzunuza çatırsınız deyə. 30 ilin ən gözəl yurda çağırışıdır bu. Ötən gün Ağdərənin Çıldıran kəndinə də sakinlər qayıtdı. 13 ailədən ibarət 48 nəfərin ürəyi yenidən bu torpaqlarda döyünəcək. Bilirsiniz, ev yalnız kürsüdən, otaqdan, mərtəbədən ibarət yaşayış yeri deyil. Nəfəsini aldığın və verdiyin, xoş və acı günlərini yaşadığın, rahatlıq tapdığın yerdir. Məhz buna görə də onların gözü illərlə yollarda qalmışdı. Məhz buna görə ağızları dualı, ürəkləri arzuluydu. Hamısı yerinə yetdi. Bu günləri 33 ildən sonra biz Ağdərəyə gəlmişik. Bu günləri öz dədə-baba yurdumuza gedirik. Sağ olsun devlətimizin başçısı İlham Əliyev cənabları və Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də o can sağlığı arzu edirəm. Bu günləri həqiqətən çox gözəl gündür. 33 ildən sonra düzdür, o vaxtı mənim 20 yaşım vardı. Mən o kənddə məcburi köçkün düşəndə, o vaxtı qardaşım şəhid oldu, Natiq Həsənov. 33 ildən sonra da qaydanda Vətən müharibəsində də tək balam şəhid olub, kəşfiyyatın komandiri Xəyal Aslanov. Yəni mənim böyün ikinci bir oğlum da yoxdur yanımda. Amma Azərbaycanın yaxşı oğlanları mənim oğlumdur. Allah şəhidlərimizin ruhunu şad eləsin, qazilərimizə can sağlığı versin, veteranlarımızdan Allah qorusun, cənab prezidentimə Allahım yer göy dolusu can sağlığı versin. Xoş təəssürat, xoş. Yəni dillə deyiləcək qədər də bugünkü gün birinci növbədə Ali Başkanım, komandanımıza təşəkkür edirik. Var olsun, dəmir yumruğu möhkəm dursun, ölünməsin heç bir vaxt. Müzəffər ordumuzu Allah qorusun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı. Mən arz eləyirəm prezidentimiz canı sağ olsun. Qazilərimizə can sağlığı, şəhidlərimizə rəhmət. Allahdan istəyirəm ki, bir də bu cəmaata pis gün göstərməsin bala. Elə bir 40 yaşında getdim, indi 70 yaşında torpağıma qayıdıram. İndi isə Çıldıran kəndinin ötən günlərinə qayıdıram. 1992-1993-cü illərə. Bugünkü bəxtəvərliyimizin keçmişi məşəqqətli olub. Birinci Qarabağ müharibəsi dövründə Ağdərə rayonunun Çıldıran kəndi strateji mövqeyinə görə qızğın və uzun müddətli döyüşlərin getdiyi yaşayış məntəqələrindən, döyüşlərin taleyini dəyişən, düşmənin əsas müdafiə xəttini yarıb keçən həlledici mövqelərdən biri olub. Döyüşlər əsasən yüksəkliklər uğrunda hücumlar, kəndlərin mühasirəyə alınması və artilleriya atəşləri ilə müşayiət olunurdu. Çıldıran kəndində gedən döyüşlər 1-ci Qarabağ müharibəsinin ən ağır dağ döyüşləri sırasında yer alır. Azərbaycan ordusunun çətin relyef və təşkilati çatışmazlıqlarına baxmayaraq müqavimət göstərdiyini nümayiş etdirir. Ağdərə uğrunda mübarizənin nə qədər strateji və qanlı olduğunu göstərən mühüm nümunədir. Məhz Çıldıran yüksəkliklərinin azad edilməsi ilə Ağdərə rayonunun bir sıra kəndlərini aparan yollar nəzarətə götürüldü. Strateji üstünlük təmin olundu. Bu döyüşlər zamanı 60-dan çox əskərimiz şəhid olub. İndi işğal altında olan bütün torpaqlarımız bugün azaddır. Eynilə də Çıldıran kəndi. Uğrunda şəhid olanların ruhu şad, yurda qayıdanların isə sevinci əbədidir.